Hə, deməli baxaq bu suala. Nədir? Deyir, ən yaşlı sakinin 139 yaşı olan bir şəhərdə yaşayan ailə uşaqdan onun babası, nənəsi, atası və anasından ibarətdir. Yaşa görə sırada birinci yerdə baba, ikinci yerdə nənə, üçüncü yerdə isə ata durur. Hə, mən nə etməliyəm? Birinci növbədə bu ailə üzvlərini bir dəyişəndən ifadə eləyərəm də. Düzdürmü? Yazıram burada baba. Hə. Sonra nə yazaram burada? Nənə, baba, nənə, ata, ana, bir də nə var orada? Uşaq. Uşaq. Aha. Sonra nə deyir bura? Yaşa görə sırada birinci yerdə baba, ikinci yerdə nənə, üçüncü yerdə ata durur. Elə təsadüfən belə alındı. Sonra ana, yəqin ki, burada deyirmi ana haqqında nəsə? Babanın yaşı uşağın yaşından 14 dəfə. Hə, tutaq ki, deyir ki, mənə nədir burada? Babanın yaşı uşağın yaşından 14 dəfə böyükdür. Uşağın 14 yaşı dəfə bizdə çoxsa uşağın yaşı 10 yaşı var. Təxmini. təxmini yox, təyin eləməli. Təxmin eləsə biz bunu tapa bilmərik normal. Deməli uşağın yaşı x olsun, babanın yaşı da 14x olsun. Yaxşı, sonra nə edəcəyik? Mənə nə deyir ardınca? Deyir ananın yaşı ailənin ən kiçik üzvünün yaşından 9 dəfə çoxdur. Ailənin ən kiçik üzvü kimdir? Yəqin ki, uşaqdır da. Uşaq ola bilər də burada, bunların içində. Deyir ki, ailənin ən kiçik üzvündən 9 dəfə çoxdur ananın yaşı. 9x. Düzdürmü? Bununla işimiz yoxdur. Baba ilə atanın yaşları arasında fərq, nənə ilə ananın yaşları arasında fərqə bərabərdir. Sonra bunlar arasında nəsə bir münasibət yoxdur deyə mən birinə y deyirəm, digərinə z deyirəm də, deyə bilərəm də mən. Yaxud da bu olsun, fərqi yoxdur. Z, y olsun, heç bir fərqi yoxdur. Sonra nə edə bilərik? Baba ilə atanın yaşları arasındakı fərq, mənə deyir baba ilə yaşları arasında fərq. Kimlə? Baba ilə atanın. 14x minus y nəyə bərabərdir deyir? Nənə ilə ananın yaşları arasındakı fərqə. Nənənin yaşı nə qədər oldu? Z ilə işarə eləmişəm. Deməli, nənənin və ananın yaşları arasında fərq. Yəni 9x-ə. Buraya qədər aydındır. Bundan sonraki işdə biraz diqqətli olmaq lazım. Sonra nə deyir mənə? Atanın yaşı bu ailə üzvlərinin orta yaşına bərabərdir. Nə deməkdir? Atanın yaşı məndə y-dir. Bu y bərabər olmalıdır nəyə? Orta yaşa. Yəni bizdə ailə üzvlərinin sayı 5-dir də. Hamısını toplamalıyam, bölməliyəm nəyə? 5-ə. Buna mən də bunları toplayıram sadəcə. 14x üstə gəlinsin nədir məndə? Deməli z-dir plus y sonra başqa kim var idi burada? Z, y, 9x plus x. Всё. Sonra nə edə bilərik burada? Bölünsün 5 ilə yazaq. Başqa edə biləcəyimiz şey nədir? Burada müəyyən əvəz etmələri eləmək lazımdır. Əvəz etmə eləyək ki, nəsə ala bilək burada. Necə əvəz etmə eləyək? Deyək ki, mən burada elə bir şey alım ki, bir dənə dəyişəndən asılı ifadə alınsın. Daha doğrusu 2 dənə, bir dənə də almaq mümkün deyil. Məsələn, bax birincidən, bax buradan mən nə edə bilərəm? Deyək ki, y-i əvəzləyirəm. Mən nəyə görə deyirəm? Görürəm ki, burada z var. Y-dən x-dən asılı bir şey alsaq daha məntiqli bir şey alınır. Bir də nəyə görə? Burada z mənfi alacaq. Bu z-dən bu z keçsin. İndi mən bunu yazandan sonra görəcəksiniz. Deməli, mən buradan y-i tapıram. Y nəyə bərabərdir? Deməli, 9x-i mən keçirtdim sol tərəfə, eləyir 23x minus nə? Z. Düzdürmü? Bax, bunu tapdıq. Nəsə yaddan çıxmadı burada. Bu belə. Sonra y-in yerinə bax bunu yaza bilərik. İndi gəlirəm, bax burada nəzərə alıram bunu. Y-in yerinə yaza bilərəm. Deməli bunu. Yazıram y bərabərdir. Buradakı y hələ saxlayıram ha. 14x plus z qalsın yerində. Y-in yerinə yazıram. 23x minus z. Sadəcə bax burada əvəzlədim. Y əvəzlədim. Bax buradakı y. Plus 9x o da x nə qədər edir məndə? 10x. Bölünsün deməli 5-ə. Buradan y bərabərdir. Y bərabər. Fikir verin. Burada z-lər nə oldu? X-lar getdi. 14 o da 23. Nə qədər elədi məndə? 37. 37 o da 10. Eləyir 47. 47 x bölünsün 5. Nəyə görə belə bir şey aldım? Dedim ki, burada 2 dənə dəyişəndən asılı bir şey alaq ki, nəsə onlar arasında bir qanuna uyğunluq olsun. Nisbətə görə. Yaxşı. İndi mən burada nə edə bilərəm? Və məndə bir dənə sonda şərt verib ki, sonda yox, daha doğrusu əvvəldə şərt verib ki, nə şərt idi bu? Bir dəqiqə bunu seçək. Deyir, ən yaşlı sakinin 139 yaşı var. Ən yaşlı sakin kimdir məndə?
baba. Deyir ki, bunun 139 yaşı var. Nəyə görə bunu verim? Mən artıq burada qiymət verməliyəm. Hə, yaxşı, hansı qiymət mən verim buna? Gəl mən buna tam bir qiymət verim ki, tam necə? Gərək məxrəc 5-ə bölünən olsun ki, yəni 5 verə bilərəm, 10 verə bilərəm ki, o 5-lər getsin ixtisar. Düzdürmü? Nəsə bir şey ala bilim də. Yəni x-in yerində mən ya 5 qoya bilərəm, ya 10 qoya bilərəm. Tutaq ki, mən 5 qoysaydım, 5 qoysaydım. 5-lər buradan ixtisar gedərdi, nə olardı? Olardı 47. Y bərabərdir 47. Düzdürmü? Y kimin yaşıdır məndə? Atanın yaşıdır. Bu alınır. Yaxşı, mən birdən x-ə 10 versəydim. İndi 10 verə bilərəmmi sizcə? Nəyə görə 10 verə bilmirəm? Fikir verin. X-in yerinə 10 qoysaydım mən. Məndə 14x deyil babanın yaşı. Bəli. 14-ü vursam ona neçə alaram mən? 140. 140. Amma mənə deyir ki, ən yaşlı sakin, yəni babanın 139 yaşı var. 140 alınmır. Deməli, bu ehtimal düz deyil. Yəni, məndə bu x-in qiyməti elə qiymətlər olmalıdır ki, 5-ə bölünməlidir. Ona görə mən 5-i götürdüm, 10-u götürmədim. Kim aydındır sizə? Çətin sualdır. Bu hissəsini Aydındır. tutmaq çox önəmlidir bu sualda. Deməli, mən burada 10 götürə bilmirəm. Bu səhvdir. Ona görə bunu bir dənə silək buradan. Əsas bunu başa düşməkdir. Burada 5 olandan sonra heç nə, x-in yerinə elə bir 5 qoydum burada. O bir dəfəlim yazaq elə. Deməli, mən 5-i qoyuram bura. Deməli, x-in qiyməti oldu 5. X artıq silə də bilərdim. Nəysə, bu qalsın burada. X bərabərdir 5-dir. Onda y nə olacaq? Y bərabərdir 47. Düzdürmü? Yaxşı, məndən kimi soruşur da? Deyir, atanın yaşı bu aydan üzrə. Hə, nənənin yaşı. Nənənin yaşı deyir nə qədərdir? Nənənin yaşı nə ilə ifadə eləmişik biz? Z-lə. Z-i tapmalıyam buradan. Z-i də tapsam buradan. Məsələn, Z-i buradan tapaq da. Z nəyə bərabərdir? Y, daha doğrusu 23x minus y. Düzdürmü? Z keçirdim bu tərəfə. Z buradan bərabərdir 23x minus y. Fikir verin, mən x-ə nə vermişdim? X-ə vermişdim 5. Onda 23-ü 5-ə vuranda eləyəcək neçə? 115. 115. Sondan da y-i çıxanda, 47-nin çıxanda neçə qalır məndə? Qalacaq 68. 8. Maraqlı sual idi əslində. Maraqlı olduğu qədər də biraz da